Salam mərkəz dostlar, bildiyiniz kimi mənim yenicə açdığım CompHub YouTube kanalında artıq ikinci videomuzu hazırlayıram. Birinci videomuz Linux əməliyyat sistemini necə yükləmək lazımdır o haqda idi. İndi isə növbəti videom isə olacaq Windows 10 əməliyyat sistemini necə installation edə bilərik, necə quraşdıra bilərik, bizə nələr lazımdır. İlk növbədə bizə lazımdır ki, Windows 10 və yaxud 7 və yaxud 11 hansını istəyirsinizsə, onun ISO obrazını tapasınız, bir növbələ deyə də distributivini tapasınız. Bunun üçün mən adətən Rootracker istifadə edirəm. Rootracker məsələn belə bir torrent bir yerdir. Hardakı torrent fayllardan sən yükləyə bilərsən, forumdur, belə deyək də, hansısa bir oyunları və yaxud Windows'u və yaxud Linux'u, yaxud sındırılmış hansısa oyunları falan peşməkan, bunları hamısını götürə bilərsən. Mən burada Windows 10 Rootracker saytından, daha doğrusu Rootracker saytından Windows 10'un Bruxer adlı proqramist tərəfindən rebuild olduğu variantı götürəcəyəm. Rebuildların yaxşı tərəfi odur ki, çox vaxt bəzi lazımsız proseslər buradan silinir və daha yüngül işləməyə, belə deyək də, vadar edir kompüteri, yəni daha az lazımsız proseslər ləğv olunur. Hal-hazırda baxın, biz bunu yükləmək üçün təbii ki, Rootracker kimi saytlardan və yaxud Liga torrent saytlarında mütləq şəkildə hesabınız olmalıdır. Mən artıq hesabıma giriş edirəm, mənim hesabım var. Qeydiyyat keçmək çox asandır, qeydiyyat keçə bilərsiniz siz də. Hesaba giriş elədikdən sonra artıq biz burada yükləmə eləyə bilərik. Və təbii ki, burada nəsə yükləmək üçün də bizdə mütləq şəkildə torrent olmalıdır. Mən məsləhət görərdim ki, tam olaraq reklamsız və tam olaraq free olan Qubit torrent istifadə eləyəsiniz. Yəni ən yaxşısı budur. Bundan yaxşısını tapa biləcəksiniz. Hardakı reklam falan yoxdur və tamamilə freedir. Bunu yükləyə bilərsiniz ki, artıq torrent faylları yükləyə bilərsiniz. Bunu siz birbaşa adi fayl kimi belə deyək də buradan yükləyə bilməyəcəksiniz. Mütləq şəkildə sizin torrent qəbul ediciniz olmalıdır. Yəni torrent klientiniz olmalıdır. Qubit torrent yükləyə bilərsiniz. Başqa torrent varınızsa istifadə edə bilərsiniz, fərq etmir. Mən sadəcə olaraq kimlərdə yoxdur onlar üçün dedim bunu. Və gördüyünüz kimi baxın yükləndi. Qubit torrenti quraşdırırıq. Mütləq şəkildə quraşdırırıq ki, bizdə artıq olsun. Burada yarlıq olsun robot stolda və beləliklə bizdə artıq Qubit torrent olduqdan sonra biz baxın bu faylı, yəni 22 kilobaytlıq torrent faylı yükləyib artıq başlaya bilərik bir növ Windows'u kompüterimizə yükləməyə. İstənilən kompüterə yükləyə bilərsiniz, hansısa dostunuzun kompüterlə düzəldə bilərsiniz, flash card, hansısa nə bilim internet klubda da eləyə bilərsiniz, harda bacarsınız orada eləyə bilərsiniz. Kanala abunə olmağı həmçinin də unutmayın. Və burada gördüyünüz kimi Skachat torrent var, yəni torrenti yüklə düyməsini vururuq və daxil edirik. Burada gördüyünüz kimi naxadə yükləndi burada və indi artıq obrazı yükləmək üçün gördüyünüz kimi açıldı bizdə Qubit torrent. Hara yükləyəcəyik, faylı mütləq şəkildə yükləyəcəyimiz yeri yadınızda saxlayın ki, sonra qalmayın qaranlıqda və burada gördüyünüz kimi 4.3 GB-lıq yükləmə olacaq. OK vururuq və gözləyirik ki, yükləmə bitsin. Gördüyünüz kimi torrentdə yükləmə başladı və yükləmə bitdikdən sonra artıq biz videonu davam eləyib boot USB hazırlayacağıq, boot flash kart hazırlayacağıq. Hansı ki bizim yenə də bu robotik belə deyək də işgüzar sandiskimiz yenə də bizə lazım olacaq. Beləliklə gözləyək və bu bitsin, yükləmə bitəndən sonra davam eləyəcəyik. Həmçində dostlar, yüklənmə getdiyi ərəfədə bir şey xatırladım ki, mütləq şəkildə rebuild haqqında məlumatları oxuyun burada, baxın. Bilirsiniz ki, rebuildləri belə deyək də aktivasiya eləmək olur, bunun üçün aktivatorlar var. Və siz, məsəl üçün, müəyyən, baxın, bu komandanı PowerShell-da etməklə həmin rebuild-i activate, yəni bir növ create eləyə bilərsiniz. Bu düzdür, qanuni bir şey deyil. Amma yəni də internetdə var zaten. Kim açar ala bilmirsə, kimin açar almağa imkanı yoxdursa, təbii ki, eləyə bilər. Təbii ki, siz Windows-u rəsmi saytından da yükləyə bilərsiniz. Əgər sizin açarınız varsa, əgər sizin valid açarınız varsa və daha öncə Windows almışsınızsa, saytından da yükləyə bilərsiniz. Bu da var yəni. Bütün hallarda bu artıq sizin artıq öz seçiminizdir, necə eləyəcəksiniz. Mən çox vaxt rebuildlar istifadə edirəm. Çünki rebuildlarda baxın burada var udalyonlar, yəni nələr silinib yazılır, hansı proqramlar silinib, Zashnik Windows, Windows Update, Smart Screen. Bunlar hamısı çoxlu RAM yeyən şeylərdir, hansılar ki, məsəl üçün mənə lazım deyil. Ola bilər ki, məsələn Microsoft Store lazım ola bilər. O halda artıq siz tam olaraq rəsmi saytından yükləməlisiniz. Yəni əgər siz free Windows istəyirsinizsə, nələrsə qurban verməlisiniz. Bildiyiniz kimi Windows bir növ pulsuz əməliyyat sistemi deyil. Linuxlar kimi tamamilə pulsuz əməliyyat sistemi deyil. Windows kommersiya bir əməliyyat sistemi olduğuna görə siz burada mütləq şəkildə açar almalısınız. Ya da ki, müəyyən şeyləri qurban verməlisiniz. Həmçində göstərir ki, nələr əlavə olunub. NetFlow Import 3.5 əlavə olunub, hansı ki yaxşıdır. Oyunlarla problem yaşamayacaqsınız.
və həmçində Windows Photo Viewer-də Windows 7-dəki kimi əlavə olunub. Bu da yaxşı haldır. Həmçində aktivasiya necə edilir? Bu da yazılıb burada. Internet Explorer deyir, işləmir, Internet Explorer yoxdur. Siz normal qaydada istədiyiniz bir şeyi yüklə bilərsiniz. Və digər məsələlər, təbii ki, nəyə baxmaq istəsəniz, burada tez-tez verilən suallar bölümündə siz bunlara baxa bilərsiniz. Növbəti olaraq istəyirəm bir məlumatda diqqətinizə çatdırım ki, əgər siz root tracker kimi yerlərdən Windows yükləyirsinizsə, bu rəsmi Windows deyil və bilmirəm nə dərəcədə bu Bruxer güclü proqramisti və yaxud hansısa bir dənə burada backdoor qoya bilər və yaxud qoya bilməz. Bütün hallarda bu Windowsda tam olaraq free olduğuna görə və crack olduğuna görə burada nəzərə almalısınız ki, hansısa bir dənə tracker falan peşməkan ola bilər və yaxud hansısa virusun olma şansı var. Bütün hallarda əgər buna tam əmin olmaq istəyirsə və başa düşmək istəyirsə nə var nə yox, sizdən qabaq zaten bu proqramı, daha doğrusu bu əməliyyat sistemini baxın yükləyən adamlar burada fikirlərini yazıblar. Baxın görürsünüz, yazıblar burada nələr baş verir, harda hansısa səhvlər olub, olmayıb. Əgər burada hansısa bir virus olsa, yəqin ki, bu haqda artıq burada məlumat olmuş olacaq. Ona görə də rəy bölümünü, baxın bu rəy bölümlərini oxuya bilərsiniz. Buradakı rəylər fake deyil, çünki root tracker saytı biraz tam olaraq böyük bir forumdur və burada hansısa bir fake bir kommentin olma şansı biraz azdır. Yəni açıb oxuya bilərsiniz, istəsəniz burada oxuya bilərsiniz. Yəni bu Windows'u siz oyunlar üçün, hansısa bir dənə, nə bilim, Word üçün, Excel üçün rahat istifadə edə bilərsiniz. Yəni problem olmamalıdır və ümid edirəm ki, hansısa bir virus olmayacaq. Amma olmamalıdır yəni əslində. Mən çünki çox vaxt buildlər istifadə eləmişəm, buildlərdə virus olmur. Yəni əgər siz root trackerdən yükləmisinizsə, digər resurslardan yüklədiyiniz buildlarda problem ola bilər. Mümkün ki, hansısa bir dənə problem olsun. Çünki yəni də deyirəm, root tracker biraz daha açıq bir belə deyək form olduğuna görə burada əgər hansısa bir buildin içində hansısa bir problem olsaydı və təbii ki, burada 100% bunu linç eləyərdilər və həmçinin də gördüyünüz kimi Bruxer özü də belə deyək də zəif bir proqramistlərdən deyil və düşünürəm ki, belə bir problem olmamalıdır. Və həmçində dostlar, torrent faylımız artıq yükləndi. Faylımıza baxa bilərik ki, artıq bizim, baxın burada papkada baxın, hazır vəziyyətdədir. İndi biz bunu flash karta yazmalıyıq. Biz təbii ki, normalda bunu belə flash karta yaza bilməyəcəyik. Bunu nə etməliyik ilk öncə? Rufus proqramı var. Hansı ki, biz boot disk hazırlaya bilirik. Rufus, siz yəni internetdən baxın, hələ öz saytından yükləyə bilərsiniz. Tamamilə pulsuz bir toolsdur bu. Yükləyirsiniz, baxın exe file məsəl üçün yükləyirsiniz. Quraşdırırsınız Rufusu və artıq heç quraşdırmaq lazım deyil, birbaşa açılır və belə. Daha sonra biz flash kartımızı qoşuruq USB porta. Mən yenə də USB port olaraq USB 3.0 istifadə edirəm. Mən də artıq burada görürsünüz, hazır uzatmışam buradan USB portu, rahat olsun deyənə. Və beləcə biz flash kartı qoşduqdan sonra bizim flash kartımız burada uğurla görülür. Bizə deyir ki, disk və yaxud IC obrazı seçin. Bu nə deməkdir? Biz az öncə yüklədiyimiz, yəni baxın bunu, Zagruski bölümündədir məndə. İndi siz hara yükləmişsinizsə, deyir ki, bunu seçin. Seçdik, okey, var. Sxema razdela çox vaxt yeni artıq müasir sistemlərdə GPT-dir. Yəni MBR çox köhnə sistemlərdir. Bəlkə DDR2 falan bunlarda ola bilər. Yəni də siz GPT-yə konvertasiya edə bilərsiniz. Bu haqda məlumatı özünüz tapmalısınız. Çünki yəni deyirəm, bu məlumatı videoya daxil etsəm, video çox uzun olacaq. GPT seçirsiniz müasir sistemlərdə. Əgər alınmasa, flash kart açılmasa və yaxud flash kartı sistemimizi görməsə, təzədən girin, yəni də Rufusda gəl dəfə MBR seçin, yoxlayın. Həmçində burada UEFI-niyə, bilirsiniz ki, təzə artıq biasların çoxu UEFI-dir və yaxud UEFI-dir, indiki ərəb bir söz deyir buna. Və yaxud MBR, yəni əgər sizə BIOS-sa, köhnə sistemdirsə, bu zaman siz MBR seçirsiniz. GPT seçilir, UEFI qalır, həmçinin diskin adını yaza bilərik burada, məsəl üçün Windows 10. Biz bu diski yaratdıqdan sonra, bu flash kartı yaratdıqdan sonra biz bunu saxlaya da bilərik özümüzdə. Məsəl üçün digər kompüterə format etmək üçün. Siz artıq bunu düzəltdinizsə, istədiyiniz qədər kompüteri qoşub format edə bilərsiniz bu flash kartla. Bu flash kart heç yerə pozulmur, itmir. Ta ki özünüz ortadan sistemi pozmaya qədər. Start eləyirik, deyir ki, biz istəyirsinizsə avtomatik yaratsın useri, lazım deyil. Bunu istəsəniz bağlaya bilərsiniz. Artıq buradanlıq mən bağlamışam və okey vururuq. Və gözləyirik ki, bizim disk artıq hazır olsun. Yəni boot diskimiz, boot flash kart deyək, disk flash kartı deyirəm. Boot flash kartımız hazır olsun. Deyir ki, bu diskdə olan bütün fayllar, bütün razdellər hamısı itəcək. Yəni bu gördüyünüz bu flash kartda olan hər şey itəcək. Okey eləyirik və gördüyünüz kimi bizdə başladı artıq Rufus vasitəsilə Windows'un bizim bu flash karta yazılma prosesi əməliyyatı və baxaq görək nə olacaq, nə olmayacaq. Və beləcə dostlar, gördüyünüz kimi bizdə burada Qatov yazıldı, tam olaraq proses bitdi axıra qədər.
bizim artıq flash kartımız hazırdır. İndi isə biz flash kartı daxil edəcəyik kompüterə və kompüteri belə deyək də boot menüsünə girib flash kartı seçib format eləməyə başlayacağıq kompüterimizi. Dostlar, mən indi kompüteri qoşuram və boot menüyə girirəm. Boot menü BIOS-a girmirəm, çünki əsasən boot menü lazımdır və boot menüdə mən seçə bilərəm ki, hansı diskdən, flash kartdan və yaxud hard diskdən start eləyəcəm kompüteri. Bunun üçün məndə F11 düyməsidir. Sizdə fərqli düymə ola bilər. Ola bilər ki, hansı kompüterlərdə F12-dir, hansısa F2-dir. Bunu internetdə axtara bilərsiniz ki, axır sizin yəni kompüterinizdə və yaxud sizin ana platanızda hansı düymə ilə BIOS-a girmək olur. Və BIOS-a girdikdən sonra bizim görürsünüz, baxın burada məndə əsas kompüter olduğuna görə burada disklər var və ən axırda da görürsünüz UEFI, SanDisk, Partition 1, SanDisk. Və məlum məsələdir ki, biz bilirik ki, bunun adı SanDisk adlanır və biz bunu görüb üstünə Enter-lə vururuq. Bundan sonra artıq görürsünüz belə bir Windows pəncərəsi əmələ gəlir. Bu Windows pəncərəsi o deməkdir ki, biz artıq həqiqətən də Windows-dan açıldıq, yəni flash kartda olan Windows-dan açıldıq və bundan sonra da baxın bizdə artıq burada ustanovka gəldi, Windows ustanovka gəldi. Burada rus dilidir əsasən, sonradan dil əlavə edə bilərsiniz, amma əsas odur ki, yəni rus dildə yarayır düşünürəm ki bizə. Davam düyməsini vururuq və ustanovit düyməsini vururuq. Bu düymədən sonra artıq biz disk seçmə eləyəcəyik. Mən təbii ki, əsas kompüterimi format eləmək fikrində deyiləm. Amma mən davamını zaten sizə göstərəcəm əsasən VirtualBox-un üzərindən. Zaten də plus minus eyni şeydir. Həm də ki, burada mən ekran yazısı eləyə bilmədiyimə görə mənim üçün çətin olar video çəkmək buna. Yəni, belə də istəmirəm ki, kameradan belə görmək. Ekran görüntüsü daha yaxşı olar. Davam eləyib, baxın, Pro, Damaşni var burada, seçirik. Mən Pro seçirəm. Qəbul edim yazıları və burada yeniləmə var. Yeniləmə lazım deyil. Vыборочная только установка Windows. Yalnız Windows-un yüklənməsi seçirik və bundan sonra artıq biz diskimizi seçirik. Məndə burada disklər çoxdur. Çünki məndə Linux var, Windows var bir yerdə, eyni kompüterdə. Və indi isə biz VirtualBox-da, yəni bu video sadəcə olaraq sizə demonstrativ göstərdim ki, boot menüyə necə girirsiniz və buradan necə gəlirsiniz. Bundan sonrası zaten VirtualBox-da göstərəcəyik və davam eləyəcəyik. İndi isə davam edirik öz belə deyək, yüklənməmizi eləməyə və gördüyünüz kimi bizim burada bir dənə 50 GB-lıq diskimiz var. Biz əgər istəyiriksə bizdə gələcəkdə D diski olsun və yaxud C diski olsun, bunu biz bölə bilərik bu diski. Amma yox, əgər diskimiz bu qədər balacadırsa, 50 GB, 100 GB və yaxud 256 GB-dırsa, bunu C və yaxud D-yə bölməməyi məsləhət görərdim. Yox, əgər istəyirsinizsə hansısa bir yer böləsiniz və ayrı bir yeriniz olsun, bu zaman bölə bilərsiniz. Təbii ki, mən məsəl üçün bir 10 GB-lıq yer bölmək istəyirəmsə, burada baxın, sazday düyməsini vururuq və hansısa bir yazırıq 10.000 MB, bu 10 GB deməkdir. Və bunu yaddaşa vururuq. Bundan sonra bizim deməli boş qaldı yaddaş. Gördüyünüz kimi baxın, bir dənə yaddaş ayırdıq 9.7 GB. Biz əslində birinci məsləhət görərdim ki, Windows-a ayıracağımız yeri bölün. Gəlin belə eləyək, bunu silək. Yəni bu səhvimizin olmağı daha yaxşı oldu ki, biz bunu gördük. Gəlin birinci Windows üçün yer ayıraq. Məsəl üçün mən deyirəm ki, 42 GB-ını ayırıram Windows üçün, sırf Windows əməliyyat sistemi üçün. Və yerdə qalan 9 GB-da ayırıram D diski kimi. Bilirsiniz, bir çox adamlara D diski lazım olur nədənsə. Və ayırırıq belənsinə, ayırırıq bu qaydana. Siz istədiyiniz miqdar ayıra bilərsiniz. Amma Windows üçün mütləq şəkildə ən azı bir 60-70 və yaxud 100 GB lazımdır. Çünki gələcəkdə siz oyunlar falan yüklədikcə, proqrama yüklədikcə yaddaş dolacaq. Və indiki zamanədə artıq bilirsiniz ki, 100 GB, 200 GB bu artıq böyük bir yer deyil. Yəni ən azı 1 terabayt lazımdır ki, əgər oyunu falan oynayacaqsa, ən azı terabayt, heç olmasa 512 GB-lıq isə belə deyək, hard disk və yaxud SSD lazım olacaq. Xatırladıram ki, bu əməliyyatları etməmişdən öncə, ilk öncə belə deyək də, hansı SSD-yə yazacaqsınızsa əməliyyat sistemin, yalnız həmin SSD-ni saxlayın kompüterin içində. Çünki burada sizin digər diskləriniz, məsələn, ola bilər ki, sizin hard diskiniz var, orada sizin doğma şəkilləriniz var, əziz şəkilləriniz var. Həmin hard diskin SATA kabeli müvəqqəti ayıra bilərsiniz. SATA kabeli ayırmaq elə bir şey deyil. Ayırdı SATA kabeli, həmin hard disk heç bir halda bu hal-hazırda etdiyimiz Windows format etmək və yaxud Windows yükləmək əməliyyatında iştirak eləmir. Yalnız və yalnız bir disk qalır, hansına ki biz həmin bu sistemi yazırıq. Bu daha təhlükəsizdir. Əgər siz professionalsızsa eləməyə bilərsiniz. Yox, siz professional deyilsinizsə və təbii ki, videoya baxırsa yəqin ki, professional deyilsiniz. O halda mütləq şəkildə həmin disklərin, şleyflərin ayırın kompüterin içindən çox sadə bir şeydir. SATA kabel ayırmaq və beləliklə siz tam olaraq arxayınçılıqla artıq format eləyə bilərsiniz. Hansısa səhv eləsəz, geri qayıdıb yenidən eləyə bilərsiniz. Baxın, bizdə hazırdır artıq hər şey. 41 GB bizdə olacaq Windows üçün, 9 GB da bizdə D diski. Məsəl üçün sizdə ola bilər burada 410 GB, 90 GB da artıq siz özünüz necə ayıracaqsınız. Yenə istədiyiniz qədər disk ayıra bilərsiniz. İstəsəz D diski, Y diski, F diski, nə istəsiniz eləyə bilərsiniz.
lap istəyirsiniz 10 dənə disk yaradın orada, fərqi yoxdur. Biz indi bura baxın bunu seçirik. İlk öncə Razdel 2, yəni C disk olacaq bu bizdə. Dali, davam düyməsini vururuq. Bəlkə bizdə Kapravaniyya faylı, podqotovci faylı для установки və artıq bizdə həmin bu quraşdırma əməliyyatı həyata keçməyə başladı və belə bir sadə yolla biz öz kompüterimizə Windows yükləmiş oluruq. Və bu əməliyyat bitsin, videoya davam edək. Necə dostlar, bizdə artıq gördüyünüz kimi baxın, hər 3 yaşıl yandı. Ustanovka demək olar ki, yekunlaşır və bundan sonra da kompüter sönüb yanacaq və başlayacaq artıq Windows sistemində işləməyə. Təbii ki, sonradan flash kartı ləğv edə bilərsiniz. Hal-hazırda gördüyünüz kimi sonuncu etaplar qalıb və gördüyünüz kimi sonuncu etaplar bitdikdən sonra kompüter sönəcək, yanacaq, yəni perzaquska gedəcək, restart eləyəcək və biz artıq belə deyək də normal qaydada Windows işlədə biləcəyik, hazır Windows işlədə biləcəyik. Həmçinin gördüyünüz kimi baxın, burada vaxt gedir. Deyir ki, söndür yandır. Biz özümüz əllə eləyirik, söndür yandır. Bir də vaxtın bitməyini gözləmirik 10 saniyənin. Və artıq bundan sonra da bizdə yəni baxın, bu yazı gəlirsə enter vurmayın. Sadəcə gözləyin ki, qoyun hard diskdən açılsın. Nə flash kartı ləğv eləməmisiniz. Flash kartı ləğv eləsəz, yəni çıxartsaz o yazı gəlməyəcək. Və artıq bizdə Windows ilk belə deyək də addımlarını atmağa başlayır. Burada gördüyünüz kimi driverlər falan peşməkan bunları axtarır, lazım olan servisləri qoşur. Linux-dan fərqli olaraq Windows-un ümumiyyətcə installationu biraz uzun çəkir. Çünki o qədər şey yükləyir ki, Windows birisi Windows-un ümumiyyətcə xidmətləri, slujbalar falan peşməkan bunlar həddindən artıq çoxdur. Cürbəcür servislər yükləyir, hansısa driverlər axtarır və s. Bu da təbii ki, çox vaxt aparan bir şeydir. Artıq demək olar ki, Windows bizdə hazırdır. Hansısa 2 dəfə sönüb yanacaq Windows, bu normal haldır. Və gözləyirsiniz ki, belə göy ekran gəlsin və burada bu podaziti, yəni gözləyin bu, yəni ümumiyyətcə Windows əməliyyat sistemi mən çox işlətmirəm, ancaq oyun falan oynayanda işlədirəm əsasən. Biraz belə, yəni gözlətməyə meyilli əməliyyat sistemidir. Bilirsiniz də Windows-un ümumiyyətcə update-ləri falan gəldisə, gözlətməyə meyilli əməliyyat sistemidir. Hard diskə yükləsəz ümumiyyətcə gününüz qara olacaq. Məsələn görərdim ki, Windows'u SSD-də, məhz SSD-də yükləyəsiz. Və burada həmçində ölkə falan, region falan seçdir. Mən burada Azərbaycan seçə bilərik, davam eləyək. Həmçinin klaviaturanı istəyir, hələ ki rus dili klaviatura olsun, sonra dəyişərik. Keçid eləyirik, keçirik, yəni lazım deyil, propustic eləyirik. Və gördüyünüz kimi, tiperlə deyir ki, biz hansısa bir dənə vacib elementləri yükləyirik. Yəni bu Windows installationu belədir. Yəni daha öncə siz əgər mənim kanalımda Linux installationa baxsanız görə bilərsiniz ki, hər şey çox sadədir, çox sürətlidir və Windows-da amma belədir. Windows bilirsiniz ki, yəni belə çürüyü var. Amma indiki zamanda təbii ki, biz əgər Linux-da işləyiriksə, Windows-da da işləmək lazım olur. Çünki bir çox softlar, bir çox oyunlar, bu məsələlərin bir çoxu məhz Windows əməliyyat sistemindədir. Ona görə də biz məcburuq ki, kompüterimizdə həm Windows olsun, həm Linux. Təbii ki, kompüterdə həm Windows, həm də Linux yaşaya bilər. Məsələn, görərdim ki, ayrı-ayrı disklərə yazasınız. Daha öncəki format videosuna baxsınız, bundan qabaqki videoya. Orada görə bilərsiniz Linux-u necə yükləmək. Linux-u ayrı bir SSD yüklə bilərsiniz, Windows-u ayrı bir SSD yüklə bilərsiniz və bunlar ikisi bir kompüterdə yaşaya bilərlər. Yəni siz sadəcə olaraq BIOS-dan və yaxud grab deyilən bir zagruzçik var. Oradan belə deyək də eləyə bilərsiniz ki, kompüter qoşanda sizdən soruşsan Windows istəyirsən yoxsa Linux istəyirsən və təbii ki, həmin əməliyyat sistemindən artıq başlaya bilərsiniz işləməyə. Ad istəyir yazmaq, təbii ki, biz öz kanalımızın adını yazırıq bura. İngilis dilinə keçirik, ingilis dilində yazmalıyıq. İngilis dilinə keçirik və kompüterimizin adını yazırıq, davam düyməsini vururuq. Bizə əgər parol lazımdırsa yazırsınız. Mən 4-0 qoyuram, çünki bu testdir. Bax, gördüyünüz, baxa bilərik paroluna qoymuşuq. Mütləq parolu yadınızda saxlayın, sonradan yadınızdan çıxmaz. Və həmçinin bir dəfə də soruşur, çünki bilir ki, səhv yaza bilərsən. Kontrolni vapros falan peşməkan burada seçə bilərsiniz. Mən indi bura belə deyək də daha tez proses baş vermək üçün nə gəldi yazıram siz, amma daha diqqətli yaza bilərsiniz istəsəz.
Bu parolu itirəndə bərpa eləmək üçün olan bir prosedurdur. Həmçində burada yenə Windows-un öz ampulasındadır və bizə deyir ki, yəni bu xidmətləri qəbul elə və axır ki, privet, yəni salamlama sözünü görə bildik. Yenə это может занять несколько minut, yəni deyir ki, bu bir neçə dəqiqə çəkə bilər, kompüterinizi söndürməyin, çalışın ki, kompüteri topdan zaddan çıxarmayın və Windows yenə də öz ampulasındadır və öz fəaliyyətlə məşğuldur. Bunlar bitdikdən sonra biz davam edək görək nə var nə yox. 1 million zillion jillion dillion cotillion times later. Həmçinin почти готов, yəni demək olar ki, hazırıq deyir və belə gördüyünüz kimi dostlar, bizdə artıq əməliyyat sistemi yükləndi. Yaxşıdır ki, burada şəbəkə driverinin naxadı görür, yerindəcə görür və artıq bizim əməliyyat sistemi tam olaraq hazırdır. Yəni Windows əməliyyat sistemini artıq işlədə bilər. Həmçinin D diskin biz format etmədiyimizə görə D diski sadəcə olaraq belə bir formatsız bir vəziyyətdədir. Format disk eləyik. Burada NTFS də seçə bilərsiniz, FAT32 də seçə bilərsiniz. Zaten Windows-dasınızsa elə NTFS seçə bilərsiniz. Və D diskində format eləyik. Artıq D diski də bizdə hazırdır. Həmçinin də C diski də hazırdır fəaliyyətə. Şu artıq demək olar ki, hazırdır. Artıq nə istəyirsinizsə yüklə bilərsiniz, nə lazımdırsa yüklə bilərsiniz. Google Chrome. Burada ilk başda browser məncə olmayacaq. Ona görə də Google Chrome'u yükləmək lazım olacaq. Bilmirəm, indi bunun özünün Internet Explorer işləyəcək yoxsa yox. Deyir ki, Internet Explorer yoxdur. Internet Explorer olmadığına görə Google Chrome və yaxud Brave'i başqa bir kompüterdən yükləyib atmağınız məsləhət görərdim. Çünki bu ən çox bunlarda çox vaxt browser olmur. Bunlar rebuild olduqlarına görə rebuildların çoxuna browser qoymurlar. Siz istədiyiniz browseri təbii ki, digər kompüterdən və yaxud hardansa ata bilərsiniz. Burada görürsünüz Windows Explorer yoxdur. Başqa kompüterdə olan hansısa bir Google Chrome'un setup'ını ata bilərsiniz və yaxud digər məsələlər. Mən deyirdim buradan yazım yüklənsin, amma burada da yoxdur. Dil dəyişməkdir, burada hamısı var. İstəsə dillər əlavə edə bilərsiniz. Artıq Windows'un necə nastroyka olunmağı, necə belə deyək də istifadə edəcəksiniz. Bu artıq sizin öz işinizdir. Nəyəsə ki olursanız təzədən format eləyə bilərsiniz. Zaten flash kartınız varsa təzədən format eləyib, təzədən eləyə bilərsiniz. Belə dostlar, çox sadə bir yolla Windows göstərdim. Ümid edirəm ki, çox anlaşılan oldu və ümid edirəm ki, bu videoya baxıb siz Windows'u format eləyə bildiniz. Videonu bəyəndinizsə təbii ki, like eləyin, öz fikirlərinizi də rəy bölümündə mütləq şəkildə yazın, çünki sizin rəyləriniz bizim üçün çox böyük bir rol oynayır. Sağ olun, gəlin görüşərək.